Ümumiyyətlə, bu məsələ ilə bağlı uzun müddət idi ki, cəmiyyətdə müxtəlif fikirlər dolaşırdı. Bütün bunların kökü isə gedir çıxır Türkiyə siyasətində baş verən hadisələrə. Hər şey dekabrın 17-sində Fəthullah Gülenlə bağlı olan polisin baş nazirdən xəbərsiz ölkədə geniş miqyaslı rüşvət əməliyyatı aparması oldu. Hansı ki, bütün bu məktəblərin başında da məhz Fəthullah Gülen dayanırdı. Bir sözlə, Erdoğan Fəthullah Gülen davası sonda çox mətləblərdən xəbər verdi. Elə buna görə də Türkiyə mətbuatı Azərbaycanın sonuncu qərarını geniş təftiş edir. Araz kurslarının bağlanması Türkiyə mətbuatında da geniş rezonans doğurub. Anadolu Ajansı, Sabah, Sözçü, Hürriyyət, Milliyyət qəzetləri başda olmaqla Türkiyə mətbuatı bu xəbərə geniş yer verib və Fəthullah Gülenə ağır zərbə. Azərbaycanda Gülen məktəbləri bağlandı başlıqları ilə yazılar təqdim ediblər. Son aylarda Türkiyə mətbuatı Azərbaycanda Fəthullah Gülen cəmaatı ilə mübarizə mövzusuna böyük yer ayırıb. Buna Rəcəb Tayyip Erdoğan'ın Bakıya səfərindən sonra Türkiyə parlamentində etdiyi çıxışı xüsusi rəvac verdi. Uluslararası bağlantıların üzerine gideceğiz. Cuma günü seçim başarımızın, zaferimizin ardından ilk ziyaretimizi kardeş ülke Azerbaycan'a yaptık. Türkiye ve Azerbaycan arasındaki güncel konuların yanında paralel yapı meselesini de ele aldık. Uluslararası platformlarda bu mesele gündemimizde olmaya devam edecek. Bundan sonra Bakıda və bir sıra rayonlarda Azərbaycanda nurçuluğun təbliği ilə məşğul olan bir neçə insan polis tərəfindən saxlanıldı. Onlardan böyük həcmdə qadağan edilmiş dini ədəbiyyat götürüldü. Bakıda Fəthullah Gülen cəmaatına aid olduğu bildirilən Damla yataqxanasının icarə müqaviləsi dayandırıldı. Bundan əlavə Azərbaycanda bir sıra kütləvi informasiya vasitələrinin hizmət hərəkatı ilə bağladığı bəzi məmurlar tutduqları vəzifələrdən azad edildilər. Fəthullah Gülenə bağlı olduğu iddia edilən Çağ Öyrətim qrupuna məxsus məktəblər və təhsil kursları isə Dövlət Neft şirkətinin patronajı altında yaradılan ictimai birliyə daxil oldular. Xatırladaq ki, hizmət hərəkatına yaxın özəl məktəblər Türkiyə və dünyanın əksər inkişaf etməkdə olan ölkələrində fəaliyyət göstərir. Onlar hizmətin əsas gəlir mənbələrdən biri sayılmaqla yanaşı, həm də hərəkatın lideri Fəthullah Gülenə sadiq kadrların yetişdirildiyi ocaqlar kimi tanınırlar. Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan bu insanların hökumətdə yüksək vəzifədə yerləşdirildiyini və Fəthullah Gülenə xidmət edərək dövlət içində dövlət yaradaraq real bir təhlükəyə çevrildiklərini iddia edir.